Bax, dəyərli qardaşım və bacım, Allahın elə qulları var ki, onların nə gözləri görmür, onların əlləri və ayaqları yarımçıqdır, lakin Allaha ibadət eləməyə mane olmur onlara. Allah Taala sənə göz verib, qulaq verib, əllər verib, ayaqlar verib, Allah Taala sənə sağlamlıq verib, lakin sən Allaha ibadət eləmirsən. Allah Taala deyir ki, ələm necəalləhu ayneyn, biz ona iki göz, və lisanən və şəfəteyn, bir dil, iki dodaq vermədiyimi. Başqa bir ayda Allah Taala deyir ki, ya eyyuhal insan, ey insan, mə qarraka bi rabbikəl kərim, kərim olan Rəbbivə qarşı sənə nə gətirir? Nə mane olur ki, Allaha ibadət eləmirsən? Əlləzi xalaqaka fəsəvvəkə fəədələk, o Rəbbin ki, səni yaradıb, kamil bir görkəmə gətirib. Allah Taala sənə yaxşılıq eləyib, Allah Taala sənə əzəmətli, sağlam əzalar verib. Xəstə qulları Allaha ibadət eləyir, lakin sən sağlam qul Allaha ibadət eləmirsən. Heç sənə yaraşarmı? Sənə yaxşılıq edənə qarşı sən pislik eləyəsən. Hətta sənə yaxşılıq eləyən insanlara qarşı pislik eləmirsən. Allah sənə ən yaxşı yaxşılığı eləyəndir. Lakin ona yaxşılıq eləmirsən, ibadət eləmirsən.